Balık da var ya burada. Vallahi billahi. Balık da var Allah hakkı. Dezaması. Lavi. Psikologiyada böyle bir şey var ki. Yani insan öğreşir der ki, hə, işıq gələn tərəfə getdim, itürən tərəfə getdim, neynədim? Psikologiyada belə bir şey var ki, baş al, bir gün hara gəldi get. İndi mən biraz qabağa getmişəm, bir gün yox. Bir də görsən, mən maşın sürməyə çox böyük həvəsim var. Allah bu həvəsimi bədbəxtçiliklə kəsməsin inşallah. Baş alıb gedirəm. Hara oldu, tanımadığım, bilmədiyim yerə. Yol hərəkəti qaydalarını bilirəm. Benzin var, maşın işləyir. Min şükür Allaha, hər yerdə dost yoldaş, Azərbaycanın hər yerində hamımız yeri gəlmişkən salamlayırıq. Belə bir yerə gəlib çıxdıq. Yəni mən uşaqlığımdan Lənkərana gəlib gedirəm. Ay Allah, gözəlliyə bax. Yaratdığın gözəlliklərə qurban olum. Yəni özümün qohum əqrəbəm, bibim, əslim, nəslim hamısı buralıqdadır. Astaradan, Portilişdən tökülmüş. Belə bir gözəl yerə gəlməmişdim. Bura Baba bulağıdır. Baba bulağı gedir adı. Hə, Baba bulağıdır. Yəni çox səliqəli səhmanlı ya, çox səliqəli səhmanlı. İndi bizim tərəflikdə qiymət qəddar olmur. Yəni qəddarlığından əlimizə fürsət düşüb yuxarıdan gedək söhbəti olmur bizi tərəfdə. İnşallah indi qiymətlərinə də baxarıq. Olmaz büdcəmizə uyğun hərəkət eləyərik, necə deyərlər. Amma gözəl yerdir. Yəqin ki, turist kimi gəlsin, qarmaq atmağa da. Səlyanlı nəyə fikirləşər qarmaq atmağa? Qəşəng balıq həvəskarları, qəşəng propkalıq yerdir. Baba balıq da oynayır orada, dəf kimi. Səlyanlılar demişkən dəf kimi. Elə bu bulağı tut oradan, atsınlar tavaya, pişir geçsin. Maşallah, gözəl.